gençler ki ilahi tevfikatları var, oruç tuturlar, bu ayın ehtiramını saxlayırlar. Bu ayda oruç tutmağın çoxlu bərəkətləri var. Doğrudur, adi hallarda bizim bədənimizin su və qidaya ehtiyacı var. Bunları biz bilirik. Amma əgər bir nəfər öz evladının toy məclisində gün ərzində qonaqlara xidmət edir, ona nə qədər yemək təklif etsələr də o deyir istəmirəm. Həqiqətən də belə bir gündə insanın meyl və istəyi olmur. Bütün diqqəti toy məclisinə yönəlir. Bu cür insanlar doğrudan da yeyib içmək istəmirlər. Həmçinin əzadar, yasta olan bir insana yemək təklif etsən, o da imtina edərək yemək istəmədiyini deyəcək. Niyə? Çünki onun ruhu, diqqəti başqa yerə yönəlibdir. O şəxslərin ki, diqqətləri qiyamət atəşini söndürməyə yönəlibdir. Həqiqətən də onların bədənləri nə yemək istəyir, nə də ki, içmək. Bədəni idarə edən ruhdur, ruhun da diqqəti başqa yerdədir. Bizim qarşımızda cənnət və cəhənnəm var. Ya cəhənnəmdə yanmağın qəmini çəkirik, ya da ki, cənnətə getmək şövqü yaşayırıq. Əgər kimsə cənnətə getmək şövqü ilə yaşayırsa və yaxud cəhənnəm atəşindən qorxusu varsa, həqiqətən də həmin şəxs özünün su və qidaya olan ehtiyacını unudacaq.